dünyanın ən böyük məscidlərindən biri və İslamın 3 müqəddəs ziyarətgahlarından ikincisidir. Məscid-ün Nəbəvi. Bu məscidi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz səhabələri ilə birlikdə miladi tarixlə 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdikdən dərhal sonra inşa etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin evi də məscidə bitişik inşa edilmişdir. Raşidi xəlifələrin, Əməvilərin, Abbasilərin, Osmanlıların vaxtında dəfələrlə təmir olunaraq genişləndirilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin, Əbu Bakrın və Ömərin və Osmanlı zamanında İslam xilafətinin mərkəzi paytaxtı Mədinə şəhəri olmuş, bu məscid də xilafətin idarə etmə mərkəzi olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun iki dostunun, Əbu Bakrla Ömərin məzarları da məscidə bitişik olan hücrədə yerləşir. Əbu Səid el-Xudri radiyallahu anhudan rəvayət olunan hədisdə Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, yalnız 3 məscidi ziyarət etmək məqsədi ilə səfərə çıxmaq olar. Məscidül Haram, Məscidül Aqsa və mənim bu məscidim, yəni Məscidun Nəbəvi. Başqa bir hədisdə gəlir ki, bu məsciddə namaz qılmaq 1000 namazın savabına bərabərdir.